Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb. Doğru xəbər Azərbaycan bildirir ki, açıqlamada deyilir. Oktyabrın 26-sında Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq, mülayim cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Temperatur gecə 14-16, gündüz 19-22 dərəcə isti, atmosfer təzyiqi isə 758 mm civə sütunu olacaq. Naxçıvanda da gün ərzində arabir yağış yağacaq, şimal-qərb küləyi güclənəcək, temperatur 17-20 dərəcə isti olacaq. Bəzi rayonlarda havanın yağıntılı olacağı, xüsusən də şimal-qərb rayonlarında yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı bildirilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi gündüz güclənəcək. Temperatur gecə 11-16, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.